Azərbaycan Prezidenti İlham Əliyev bu gün İsrailin Xarici İşlər Naziri Gideon Sarı qəbul edib. Bölgə TV xəbər verir ki, söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı. Həmin görüş əsnasında iki tərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib. Ölkələrimiz arasında münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı. Kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşməsi işinə verdiyi töhfəyə toxunulub. Eyni zamanda hökumətlərarası komissiyanın rolu qeyd edilərək, bu yaxınlarda komissiyanın növbəti iclasının keçirildiyi vurğulanıb. Gideon Sarı onu bu səfərdə böyük biznes və işgüzar dairələrin nümayəndələrini müşahidə etdiyini deyərək, səfər çərçivəsində keçiriləcək Azərbaycan-İsrail biznes forumunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. O, Azərbaycanda Yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Rəna Rövşən qızı, Bölgə TV.